Salam dəyərli müəllimlər, mən Müəllimi Hazırlıq Mərkəzinin kurikulum təlimçisi Səxavət Sədiyev. Sizinlə idraç taksonomiyasına aid növbəti bir sualın izahına baxırıq. Deməli, sualda deyir ki, müəllim şagirdlərə Azərbaycanda demoqrafik artımın sürətlənməsinin ölkənin sosial-iqtisadi inkişafı üçün müsbət hal olub-olmaması ilə bağlı müzakirə təşkil edir. Yəni bu müsbət haldır, yoxsa deyil? Bu ilə bağlı bir müzakirə var və şagirdlərdən nə istənilir? Şagirdlərdən müsbət və ya mənfi mövqelərdən birini seçərək, yəni şagird məsəl üçün müsbət mövqeyini seçəcək və ya mənfi mövqeyini seçəcək, amma öz arqumentlərini iqtisadi səmərəlilik və sosial rifah meyarları baxımından əsaslandırmaları istənir. Deməli, əslində burada şagird məhz verilmiş meyarlara əsasən öz şəxsi mövqeyindən çıxış edib fikir bildirəcək, münasibət yürüdəcək, münasibət bildirəcək, yəni mühakimə edəcək və bir qərar qəbul etməlidir. Yəni bu şagirdin müəyyən edilmiş meyarlar üzrə mühakiməsi artıq bu barədə, mövzu barədə şagirdin dəyərləndirmə aparması deməkdir. Ona görə də bu idraç taksonomiyası baxımından dəyərləndirmə mərhələsi sayılır. Doğru cavab olur B variantı dəyərləndirmə. Meyar var, şəxsi mövqe var, arqument gətirmək.